Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi dəniz bazasını zərbə endirib. Xəbər eksperti xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb. Ukrayna tərəfinin məlumatına əsasən zərbələr nəticəsində Rusiyanın 4 hərbi gəmisi zədələnib. Bunların Admiral Makarov və Admiral Essen freqatları, Buyan M kiçik raket gəmisi və Vasili Bikov patrul gəmisi olduğu qeyd olunur. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına görə Admiral Makarov və Admiral Essen kalibr qanadlı raketlərinin daşıyıcılarıdır. Hücum zamanı Krasnodar vilayətində liman və neft infrastrukturlarının bir sıra obyektlər də vurulub. Zərbələrin S-300 Zenit raket kompleksinin tərkibində 30 N6E radiolokasiya stansiyasına, Novorossiysk limanının 2-ci körpüsündəki mobil atəş qrupuna, Qruşovaya neft bazasının terminalına, eləcə də 3, 6 və 7 sayılı körpülərin infrastrukturuna endirildiyi bildirilib. Əməliyyatda Ukrayna pilotsuz uçuş aparatları, Polyanitsa reaktiv dronları, Neptun raketləri və dəniz platformalarından istifadə edilən zərbə sistemlərindən istifadə olunub.